Əziz izləyicilər, rəhmətlik atamın Firuz müəllimin Nankor şeirinə göstərdiyiniz diqqətə görə hər birinizə təşəkkür edirəm. Bu şeir təsadüfi yazılmayıb. Bu şeir bir qırılmış etibarın, bir aldanmış inamın, amma sınmamış qürurun səsidir. Atam həyatda var dövlət dalınca qaçan insan deyildi. Onun sərvəti, adı idi, vicdanı idi, sözü idi. Xatirə dəftərində belə yazmışdı. Mən ona görə özümü xoşbəxt sayıram ki, Ulu Tanrı mənə var dövlət vermədi, amma mənə ali savad, istedad, təmiz ad və iti qələm verdi. Bax, ona görə bu həyatda xoşbəxtəm. Bəli, mülk məsələsində xəyanət gördü, etibar etdiyi, ocağının başında ələşdirdiyi bir insandan zərbə aldı. Amma hayküy salmadı, qürurunu uzuzlaşdırmadı. O qələmini götürdü. Nankor şeiri belə yarandı. Və biz bunu əvvəllər düzdür, sosial şəbəkələrdə paylaşılmışdı. Ancaq kimə yazıldığını qeyd etməmişdik. Və bir çox sualları mənə deməli göndərilən suallara cavab olaraq artıq mən fikirləşdim ki, tam açıqlama verməliyəm. İndi isə bildirirəm. Bu şeir Xancğazlı kəndində öz doğmasından, qohumundan olan xəyanəti əks etdirir. Bu xəyanət öz yaxın qohumu olan Əhmədov Əhməd baba kimi tanınan insana aiddir Xancğazlı kəndində. Qoy hər kəs bilsin, bu şeir məhz ona yazılıb. Və çox xahiş edərdim ki, başqa yerə yozmayın. Bəzən bir də baxıram ki, başqa insanın adını hallandırırlar ki, bu filan kəsə yazılıb. Bunu öz qulağımla da eşitdim və başa da salmışam. Atamın yazdıqları sözlər qılınc yarası kimi tez sağalmır. O həmişə bir məsəl çəkirdi. Qılınc yarası sağalar, amma söz yarası heç vaxt sağalan deyil. Onun qələmi ilə yazılan hər söz bir xəbərdarlıqdır. İnsan ömrü torpaqla bitər, amma yazılan sözlər əbədi nəsillərə ötürüləcək. İnsan torpağa qovuşacaq, amma atamın şeirləri torpağa qovuşmayacaq. Əlavə olaraq qeyd etmək istəyirəm ki, Firuz müəllim 40 ildir Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib və uzun müddət məktəb müdiri vəzifəsində də çalışıb. O kəndimizin gənclik illərindən başlayaraq xeyir işlərində də vaxtlı, vaxtsız xeyir işlərində yaxından öz sazı ilə, öz sənəti ilə iştirak edib. Firuz müəllim həmişə Xancğazlı kəndində Xancğazlı adını həmişə uca tutub. Onun şeirləri də bunun təsdiqini tapır. Baxmayaraq ki, ali savadına görə başqa yerlərə dəvətlər alır, amma öz kəndindən bir addım da çıxmayıb. Sadekliyini, bağlılığını heç vaxt pozmayıb. Bir zamanlar Firuz müəllim aşıq sənətinə də meyil göstərib. O bütün havaların öyrənib, ifa etməyi çox sərbəst şəkildə bacarırdı. Amma illər ötdükcə əsas sənəti Azərbaycan dili və ədəbiyyat müəllimi kimi formalaşır. Aşıq sənətinə isə həvəskar kimi, qohum əqrəbənin içində bir sevgi və ruh kimi bağlı qaldı. Bu həvəs onun ruhunu, istedadını və yaradıcılığını möhkəmləndirdi. O həmişə deyirdi ki, Borçalı mahalının ustad sənətkarlarından ilham aldım. Dədə Əmrahdan və bir çox ustadların adını həmişə çəkirdi ki, sanki mənə bir ruh verdi ki, bu sənətə həvəsim daha da artdı. Firuz müəllimin bu şeir belə demək olar ki, həmişə deyirdi ki, bu şeir nə kin idi, nə də deyir qarğış. Bu şeir ibrət ididir. Bu şeir gələcək nəsillərə bir xəbərdarlıq idi. Etibar müqəddəsidir. Xəyanət isə insanın öz kölgəsini qaraldır. Mən Əliyev Səməd Firuzoğlu olaraq bildirirəm ki, atamın ədəbi irsinin varisiyəm. Onun yazdıqlarını yaşatmaq mənim borcumdur. Hər bir kəs bu haqq səsini sustura bilməz. Atamın mirası torpaq deyil. Atamın mirası var dövlət deyil. Atamın mirası təmiz ad, ali savad, istedad və iti qələmdir.
Və mən onu deyə bilərəm ki, bir çox dostlar çox sağ olsun, diqqət göstəriblər. Atam haqqında məlumat istəyənlər var, şəxsi də yazıblar. İnşallah Allahın köməkliyi ilə atam haqqında tam məlumat verərəm. Qısa da olsa, hər halda bunu çatdırmağı özümə borc bildim. Çox sağ olun diqqətinizə görə bir daha təşəkkür edirəm. Keçənlərinizə rəhmət. Ruhun şad olsun deyirəm ata. Sağ olun. Qeyrətsiz tanı həmin Firuzam. Laləli kövşənəm bağlı, qulaqlı yazam. Necə sərt danışım sənlə üz-gözəm. Mən dedikcə işin öz etdi. Çox sağ ol, təşəkkür edirəm. Ustada rəhmət, Səməd əmiyə də can sağlığı.